Nitq hissələrinin ayrı edilməsinə aid tapşırıqlar. Birinci, qayyinil ismə vəl fi'lə vəl hərfə fil kəlimət-i təliyə. Aşağıda verilmiş kəlmələrdə feili, ismi və ədatı təyin edin. Misal üçün, səkətə feildir, fi'lun. İkinci, kitabun isimdir. Üçüncü misal, fi isə hərfdir, yəni ədatdır. İndi inşallah keçək tapşırıqlara. Baxaq. 1. Şahidun, şahid deməkdir. Bu bizdə olacaq isim, çünki sonunda tənvin var. Alimun, isimdir, sonunda tənvin var. İlə, bu ərəb dilində ön qoşmadır. Mənası a, ə, ya istiqamət bildirir. Ədat qrupuna aiddir. Şəribə, içmək, feildir. Nəzora, feildir. Mənası baxmaq deməkdir. Mənsurun, kömək olunmuş deməkdir. Bu da bizdə olacaq, isim qrupuna aid olacaq. Min, damdən, ədat qrupuna aiddir. Səlimə feildir bizdə. Bu da feil qrupuna aid olacaqdır.